Bugün kare abur cuburlar sınayacağız. Annyeonghaseyo yorobun. Herkese salam. Bugün sizlere 3 növ kare abur cuburu göstereceğim. İlk növbədə mən kartof xoşladığım için istəyirəm elə kartofludan başlayaq. Bunun üstünde yazılıb nunu kamça. Yani gözünü yum, kartofun dadına bax. İçi belədir, kartof qızartmasına oxşuyur həqiqətən. Balacadan yiyək. Tuzlu yoxludur. Elə bir kartof qızartmasını qoymuşsunuz boş qaba, yadınızdan çıxıb yeməmisiniz, qalıb durur. Eyni o dadı verir. Amma yemək olar. Bizdə sonra bu ikisi var. Bu ikisindən mənə maraqlı gələn bu popcorndur. Matcha və karamel dadındadır. Və popcorn. Necə bir şey ola bilər, həqiqətən maraqlı. Bax sizlə bilirdi. İçi belədir. Matchanın rəngini də alıb, karamelin rəngini də alıb. Deyəsən ayrı-ayrılıqda həm içində matcha var, həm də karamelini göstərəcəm sizə. Görmürsək. Baxın belə. Bu deyəsən ancaq karameldir. Bu da mənlik bir şey deyil. Mən əksinə duzlu popcorn xoşlayıram. Bu çox şirindir. Bu da matchalıdır. Bu da mənimdir. Heç dadlı deyil. Bir də alıb yemərəm. Heç maraqlı da gəlməz bir də yəqin ki. Karamel və matcha. Sonuncu abur cuburumuz budur. O Jingo. Bunun içərisi fıstıqdır. Çölü isə kalamarla əhatə olunmuş peçenyadır. Həqiqətən bunu xoşlayıram mən. Çıtır-çıtırdır. Kalamarın dadında çox hissələmək olmur. Sadəcə tuzlu şirin bir dad gəlir. İçindəki fıstıqa çox qalxır. Tadı aça bildim. İçi belədir. Bunun çölündəki peçenya kalamarla əhatə olunub. İçərisindəki fıstıqdır. Sizdən bir yerdə dadına baxaq. Yəni dediyim kimi mən bunun dadına artıq baxmışam. Həqiqətən də xoşlayıram. Fıstığına görə xoşlayıram düzü. Amma çölündə də kalamarın dadı heç gəlmir. Ancaq şirin, duzlu bir dad gəlir. Beləliklə bu videomuzda 3 kare abur cuburunu sınamış olduq. Əgər videomu bəyəndinizsə, videonu bəyənməyi, rəy bildirməyi, məni takip etməyi və dostlarınızla paylaşmağı unutmayın.